Qalxanvari vəzinin funksional pozğunluqları zamanı qan təhlilində olan dəyişiklikləri görmək istəyirsinizsə, o zaman yaxın əyləşin. Qalxanvari vəzinin funksional pozğunluğu zamanı nəzərə yetirəcəyimiz əsas hormonal analizləri diqqətinizə çatdırmaq istəyirəm. Qalxanvari vəzinin işini təmin etmək üçün tiroid stimulə edici hormon beyində hipofiz vəzi tərəfindən stimulə olunur. Və həmin tiroid stimülə edici hormon adından da gördüyünüz kimi TSH hormonu qalxanvari vəzidə olan T3 və T4 hormonlarını tiroksin və triyodtiranin hormonlarını stimülə edir. Bəzi hallarda orqanizmdə TSH hormonunun səviyyəsinin 5,5-dən yuxarı qalxması müşahidə olunur ki, paralel olaraq T3 və T4 hormonlarının da səviyyəsi aşağı düşmüş olur. Bu o deməkdir ki, artıq orqanizmdə hipotireoz qalxanvari vəzinin hipofunksiyası, başqa formada desək, tənbəl zob əlamətləri müşahidə olunur. Bəzi xəstəliklərdə, hipertireoz xəstəliyində qanın ümumi analizində tiroid stimulaşdırıcı hormonun səviyyəsi aşağı düşür. Bu, orqanizmdə enerji mübadiləsini artırır, maddələr mübadiləsini artırır və xəstələr çox arıqlayırlar və çəki itiriminə səbəb olur. Və nəticədə T4 və T3 hormonlarının səviyyəsi isə kəskin şəkildə yuxarı qalxır. Bu göstəricilər qalxanvari vəzinin hipertireozunda müşahidə olunur. Qalxanvari vəzinin digər bir xəstəliyi isə autoimmun tiroidit. Autoimmun tiroidit zamanı orqanizmdə hasil olunan fermentləri orqanizm özü tanıya bilmir. Başqa adla desək, Hashimoto xəstəliyi alimin adı ilə qiymətləndirilib ki, burada antitiroid peroksidaza hormonunun artması müşahidə olunur. Antitiroid peroksidaza fermentinin artması nəticəsində orqanizmdə TSH-ın səviyyəsi bir müddətdən sonra yüksəlir və müxtəlif xəstəliklərə tiroid vəzinin funksional pozğunluqlarına gətirib çıxarır.